Salam dostlar. Növbəti zərfin cümlədəki yerini sizlərə izah etməyə çalışacağam. Gəlin baxaq. Tezlik zərfləri var. Usually, often, seldom, never, ever. Əsas fiilin əvvəlində iki fiil arasında işlənə bilir. Nümunəni görürsünüz. I usually get up early. To be fiilindən sonra gəlir. He is often late. İki fiil, köməkçi və əsas fiil varsa bunların arasında işlənir. Example, I have never seen him. Göründüyü kimi never, have-lə sinin arasında gəlir. Zaman zərfləri yesterday, today, tomorrow əvvəldə və ya sonda da işlənə bilir, ortada gələ bilməz. Recently, lately, before cümlənin sonunda işlənir. İstisna. Lately və recently cümlənin əvvəlində də işlənə bilər, amma əsas yeri cümlənin sonudur. Bu da adətən present perfectly cümlələrdə sonda gəlir. Yet, either, at all. İnkar cümlələrində sonda gəlir. Yet, sual cümlələrində də işlənə bilir. İnkar zərfləri hardly, scarcely, barely, really, seldom. Bunları biz demişdik, cümlədə ikinci inkar tələb etmirlər. İnversiya yaradan zərflərdir. Cümlənin əvvəlinə keçiddə sual sırası inversiya yaradır. Hardly, had, I arrived, when kimi ifadələrdir. To, as well, also. Also köməkçi fiil və əsas fiilin ortasında gəlir. To və as well cümlənin sonunda təsdiqdə işlənir. To sifətin qarşısında gələ bilər. Həddindən artıq kimi zərf olur. Diqqətinizə görə sağ olun. Videonu bəyənib və paylaşmağı unutmayın ki, digərləri də faydalansın.